Bugün sizinlə növbəti dərsimiz olan Present Continuous indiki davam edici. Adından da göründüyü kimi indiki zaman var və indiki davam edici. İndiki davam edici o bildirir ki, hərəkətin davam edən formasını bildirir. İndiki davam edicinin düsturu, to be'nin indiki forması am, is, are, bunlardan sonra feil plus ing şəkildə işlənir. İndiki davam edici o deməkdir ki, hərəkətin hal-hazırda davam edən forması. Məsəl üçün, mən indi dərs izah edirəm, mən indi nəfəs alıram, mən indi yazı yazıram, yəni hərəkətin icrası. Məsəl üçün, burada deyirəm, şəxs əvəzliyinə görə I am going to park now, mən indi parka gedirəm. You are going to park now, sən indi parka gedirsən. He is not, he is going to park now, o indi parka gedir. She is going to park now. It is going to park now. We are going to park now. Biz indi parka gedirik. Bu sual işarəsi. Bunların da gəlib burada düşüb Excel formasında. Yəni bunların sual formalarıdır. Davam edin. Sonra you are going to park now. Sən indi parka gedirsən. Sonra they are going to park now. Onlar indi parka gedir. Baxsaq, I ilə am olur, you ilə are. He ilə, she ilə, it ilə is, we ilə are, you ilə are, z ilə are. İnkarda da təbii ki, adından göründüyü kimi əmzardan sonra not veririk. Sadəcə not istəyəcəyik. Altından xətt çəkirəm burada. Yəni o deməkdir ki, mən indi parka getmirəm, sən indi parka getmirsən. Sual formasında da to be'nin formaları am, isimiz, are'ımız çıxacaq sualın önünə. Məsəl üçün, am I going to park now? Mən indi parka gedirəm. Sual verirsən. Are you going to park now? Sən indi parka gedirsən. Sual. Is he going to park now? O indi parka gedir. Sual forması. Is she going to park? O indi parka gedir. Sual forması. Is he? Yenə təkrar gəlib. Are we going to park now? Biz indi parka gedirik. Sual verir. Are you going to park now? Sən indi parka gedirsən. Sonra are they going to park now? Burada sual. Siz indi parka gedirsiniz. Sual formasını yaradıb. Burada bəzən tələbələr sual verir ki, müəllim, belə bir cümlə qururam. Belə bir cümlə. I read a book. Bir də deyirəm ki, müəllim, I am reading a book. Fərqi nədir müəllim? Burada deyir I read a book, mən kitab oxuyuram. Burada deyir ki I am reading book, mən kitab oxuyuram. Bunun fərqi ondan ibarətdir ki, bu ümumi sənin kitab oxunuğu bildirir. Deyirsən ki I read a book, mən kitab oxuyuram. Amma bu cümləni işləsən ki I am reading book, mən kitab oxuyuram. Amma hal-hazırda kitab oxuyanda deyirsən ki I am reading book. Amma ümumilikdə kitab oxusan deyirsən ki I read book. Yəni hərəkət icrası davam edirsə, yəni hal-hazırda kitab oxuyursunuz, deyirsən I am reading book. Amma yox, ümumilikdə kitab oxuduğunu bildirsinsə, deyirsən ki, sadəcə I read a book. Yəqin ki, fikrimi izah bildim. Hərəkət icra olunursa I am reading, icra olunmursa sadəcə I read olaraq bildiririk. Gəldik növbəti. Burada suallara da baxsaq, yenə sualda əmri to be'nin formaları çıxıb qarşıya. Burada bu ümumi oxuduğunu bildirir. Amma burada isə hal-hazırda oxuduğunu bildirir. Hazır ki, belə qeyd edəyim. Uğurlar hər birinizə.